Nə var, nəyə gəlmirsən? Aylamış. Sənə qurban olum, bağışla da məni. Bir də məni narahat eləmə. Mən bilməm bunun dərdinə. Hoş gəlmişsiniz. Qardaş, mənə bir dənə yüngülvari maşın lazımdır. Əsl evdəkilər üçün maşındır. Evdəki əs istəmirəm. Kimlər üçün istəyirsən? Çöldəkilər üçün. Çöldəkilər? Ged alımıza. Qaqa, yəni bu 2023-ün qalıq idi. Bir dənə ona bax. Səsə bax qaqa, elə bir quluncun var idi, qırıldı. Sən o qıza bu qalıq alsan, 5 il o qız sənin dalınca sürünəcək, nağdır. Necə yəni 5 il? Qaqa, gəl açıq danışaq. Sən belə gəzsən də, səndə bu qalıqı nağd almağa bu yoxdur, düzdürmü? Sən mənə tanıyan adamsan. Salırsan lizinqə, 5 illik. 5 il o qız səndən ayrılmayacaq. Çünki bilir ki, ayrılsa, bu qalıqın aylıq lizinqini kim verəcək? Özüm BMW sürüm, qıza qalik alır. Sən əsi gündə dalaşanda brrr deyəcək, çata bilməyəcəm onun dalınca, başa düşsən? Evdə sənin aşkım. Çıx balkona gəlirəm. Aylamış. Deyirəm, dəlisən, neysən? Deyirəm, dəlisən, neysən? Avtoqrupdan sənin maşın aldım. Yəqin mənə bağışlayarsan da, hə? Sən böyle bir dənə quru gül də alsaydın, mən səni bağışlayardım. Dəlisən sən? Gəl mənə zəhv, gəl. Nə pulu? Gəl uşaq indi qarmona gedə. Ha, yox de pul, qazana bilmirəm, pul yoxdur. Yanvardan qoyarsan. Ha, bildim, 40 manatı elə deyirsən ki, qazanmaq olmur 40 manatı. Çatdıra bilmirəm. Yanvardan gedər qarmonun çalar.